Salam hörmətli müəllimlər, hər vaxtınız xeyir olsun. Mən müəllimlərin işə qəbulu və sertifikasiyası üzrə təlimçi tarix müəllimi Rəhman Polad. Bu video müraciətim müəllimlərin işə qəbul imtahanına hazırlaşan tarix müəllimlərinə, sertifikasiya imtahanına hazırlaşan tarix müəllimlərinə, müəllimlərin işə qəbul imtahanına hazırlaşan namizəd müdavimlərədir. Belə ki, biz tarix fənni üzrə MİQ sertifikasiya hazırlıqlarının fevral qruplarına qeydiyyat prosesimizə start vermişik. Qeydiyyat prosesimiz davam etməkdədir və fevral ayının 8-dən etibarən fevral qrupu ilə dərslərə başlayacağıq. Bu qrup, yəni tarix fənni üzrə MİQ sertifikasiya hazırlıqlarının fevral qrupu öz axarında, öz normasında davam edən və səmərəli formada nə gecikmə və nə tələsmə olmadan davam edən sonuncu qrup hesab olunmaqdadır. Artıq bundan sonraki qruplarımızda, yəni mart, aprel, may qruplarımız surət qruplarımız olacaq. Hansı ki, hazırlıq səviyyəsi yüksək olan müəllimlər bu qruplardan yararlanıb yüksək nəticə əldə edə biləcəklər. Sıfırdan başlayan və öz axarında davam edən sonuncu olan bu qrup, fevral qrupu, fevral ayının 8-dən etibarən dərslərə başlayacaq və may ayının 25-də proqramı bitirəcək. Mayın 25-də biz proqramı bitirdikdən sonra mayın 25-i ilə iyun ayının sonlarına qədər bir ay müddətində hər gün dərs keçməklə təkrar prosesimizi tamamilə möhkəmləndirmiş olacağıq. Dərslərimiz Zoom platforması vasitəsilə həyat keçiriləcək. Testlər, video izahlar və digər materiallar isə Kurikulum Az saytı vasitəsilə tədris olunacaq. Kurikulum Az saytı və Zoom barədə bir qədər daha ətraflı məlumat vermək istəyirəm. Belə ki, spontan olaraq bir mövzu barəsində danışmaq istəyirəm. Məsələn, bizim mövzumuz tutaq ki, Qədim Romadır. Qədim Romanı mən tapşırıq olaraq müdavimlərə təqdim edirəm, verirəm. Və Qədim Romanın video izahını saytda aktiv edirəm. Müəllim daxil olub saytda Qədim Romanın video izahına baxır. Daha sonra Qədim Romaya dair testi aktiv edirəm. Testi də işləyir və bundan sonra artıq sual-cavaba, yəni müzakirəyə hazır vəziyyətə qalır müəllim. Və günün müəyyən olunmuş saatlarında, yəni 3-cü gün, 5-ci gün və bazar günü, hansı ki 3-cü gün saat 16:30-da başlayacaq, 5-ci gün saat 15:30-da başlayacaq və bazar gündə saat 12:00-da başlayacaq. 90 dəqiqə ərzində nəzərdə tutulmuş, video izahı izlənilmiş, testi işlənilmiş həmin o mövzunun sual-cavab prosesini həyat keçirəcək. Yəni, mən mövzulardan birisini misal çəkdim. Bu, bütün proqrama aid bir məsələdir. Və müəllim Zoom'da etdiyi sual-cavab da daha sonradan ekran kaydı olunaraq Kurikulum Az saytına yükləniləcək. Və müəllim istədiyi zaman 10 gündən də sonra 2 aydan da sonra yenidən daxil olub istədiyi mövzunun testini işləyə biləcək, istədiyi mövzunun sual-cavabına baxa biləcək, istədiyi mövzunun video izahına baxa biləcək. Bu alternativsiz, bənzərsiz olan bir sistem unikallığı və möhtəşəmliyi ilə seçilməkdədir. Ki, bundan yararlanan müəllimlər bizim sual-cavab formatımızdan, bizim testlərimizdən yararlanan müəllimlər gedib ən yüksək nəticəni əldə edirlər. Biz praktiki olaraq artıq bunu həyata keçirmişik. Artıq 5 ildir ki, fəaliyyətimiz dönəmində bizim hər il yüzlərlə müdavimlərimiz ən yüksək nəticələr əldə etməkdədirlər. Şəxsən mən özüm Rəhman Polad 2023-cü ildə Respublika ikincisi olmuşam. 2024-cü ildə müdavimim Respublika birincisi olub. 2025-ci ildə müdavimim Respublika üçüncüsü olub. Biz kifayət qədər ciddi insanlarıq və bizim proqramımız, bizim sistemimiz tamamilə vahid bir xətt üzrə davam etməkdədir. Bundan yararlanan bir müdavim, tarixçi, əlbəttə ki, müəllimlərin işə qəbul imtahanında və sertifikasiya imtahanında yüksək nəticə əldə edəcəkdir. Bu il biz bir sıra dəyişikliklər etmişik, proqrama bir sıra əlavələr etmişik, hansı ki, müəllimlər hazırlıq müddətində 40 ümumi sınaq imtahanı, 40 bölmə sınaq imtahanı, 15 xəritə sınaq imtahanı, 70 mövzu sınaq imtahanı işləyəcəklər. Və beləliklə yüzlərlə Zoom sual-cavabından, video izahlardan, mövzuların video izahlarından əlavə müəllim 6000-dən artıq tamamilə MİQ sertifikasiya formatlı testləri işlədikdən sonra artıq imtahana tam olaraq hazır bir vəziyyətdə olacaqdır.
Və beləliklə, əziz və hörmətli müəllimlər, fevral ayının böyük ehtimalla 8-də biz artıq dərslərə başlayacağıq. Qrup dolana qədər, ola bilər ki, fevralın 8-dən əvvəl qrup dolsun və yaxud fevralın 10-12 aralığında dolsun. Artıq fevral qrupuna qeydiyyat başa çatdıqdan sonra, yerlər dolduqdan sonra artıq biz fevral qrupuna müdavim əlavə etməyəcəyik. Biz start verəcəyik mart qruplarına. Odur ki, kimlər ki fevral qrupuna yararlanmaq istəyirlər dərslərdən, bizə müraciət eləsinlər, biz onları fevral qrupuna əlavə edək. Bizim bir çox qruplarımızda demək olar ki, bəlkə də təxminən bir 50%-ə qədər olan müəllim vardır ki, onlar daha sonradan video izahlara, testlərə, zoomda edilmiş müzakirələrə baxırlar, izləyirlər. Çünki onlar abituriyent hazırlığı ilə məşğul olan müəllimlər var arasında. Onların sırasında, cərgəsində ikinci iş yerində işləyən müəllimlər var və yaxud da ki, dərsi ikinci növbəli olan müəllimlər var. Ailə, məişət və digər məsələlərlə bağlı müəyyən problemlər, müəyyən maneələr olan müdavimlər vardır ki, onlar dərsləri istənilən zaman izləmək fürsəti əldə edirlər. Yəni, şərt o demək deyildir ki, dərs əgər 3-cü gün saat 16:30-da, 5-ci gün saat 15:30-da və yaxud da ki, bazar gün saat 12:00-dadır. Qrupda ola bilər ki, 40 nəfər müəllim vardır. Onlardan sadəcə 12 nəfəri, 15 nəfəri aktiv formada iştirakçı qismindədirlər. Digərləri daha sonradan saytdan izləyirlər. Buna görə də hər tərəfli formada düşünmək lazımdır, seçim etmək lazımdır. Seçimlərimiz bizim həyatımızı, taleyimizi həll edən ünsürlərdir. Buna görə də düzgün seçim etmək lazımdır və bu seçimin də nəticəsini əvvəlcədən düşünmək lazımdır, fikirləşmək lazımdır ki, nəticə nə ola bilər. Bizi seçsəniz, təbii ki, nəticəniz yüksək olacaq. Çünki biz bu sahədə, bu iş bizim həyatımızın ən önəmli hissəsini təşkil edir. Biz bütün yatırımlarımızı bu sahəyə etmişik, bu işə etmişik. Ona görə ki, bu bizim həyatımızın bir parçasıdır. Ona görə ki, biz illərdir ki, bunu təkmilləşdirmişik və müdavimlər, bizimlə hazırlaşan müəllimlər də yüksək nəticə hər il əldə edirlər və 2026-cı ildə də əldə edəcəklər. Hər birinizə müvəffəqiyyətlər, sağ olun, salamat qalın.